Hər birinizə salam. Keçən videoma istədiyim dəstəyin qarşılığını verən hər kəsə təşəkkür edirəm. Yeni və köhnə abunələrim, kanalıma xoş gəlmisiniz. Trendyoldan yeni məhsullarım gəlib. İlk məhsul Nivea markasının çox bəyənilən maskarasıdır. Fırçası qıvrımlı şəkildədir. Mən çox bəyəndim. Kirpikləri tək-tək ayırır, həcm verir, həm də uzadır. Yəni bir maskarada istəyəcəyiniz hər şey var deyə bilərəm. Həm də kirpiklərə ağırlıq vermir. Çox-çox böyük həcm gözləməmək lazımdır. Amma məncə o qədər gözəl və dəyişik bir maskaradır ki, həm kirpiklərinizi, həm də göz şəklinizi çox gözəl göstərir. İkinci məhsul yenə Nivea markasının bir tərəfi kontur, digər tərəfi gözaltı aydınlatmaq üçün olan stik formadakı məhsuludur. Mən bu məhsulu kontur hissəsi üçün aldım. Yüngülvari soyuq alt tonlu kontur rəngi var. Bəyəndim, sadəcə qalıcılığı məncə azdır. Aydınlatıcı tərəfini isə həm də konsiler olaraq istifadə edirəm. Çünki göz altlarımda tündlük çox azdır. Sadəcə tonalini istifadə edərkən göz altlarımla üzləri rəngim bərabərləşsin deyə istifadə edirəm. Rəngləri əlimdə swatchladığım kimidir. Kontur rəngini daha çox bəyəndim. Daha sonra adını yeni öyrəndiyim, amma heç bir məhsulunu istifadə etmədiyim bu adlı markadan bəzi məhsullar aldım. Çox aldım çünki həm məhsullar münasib qiymətə idi, həm də 3 al ködə kampaniyası var idi. Bu qədər almağımın səbəbi bəzilərini hədiyyə verəcəm. Bilirsiniz, yaxında kanalda hədiyyə kampaniyası keçirdəcəm. Yəni sizlərə də bu məhsullardan göndərməyi düşünürəm. İlk məhsul saç bərkləyici saç südüdür. Bu məhsul mənə çox maraqlı idi. Duşdan sonra nəmli saçlara tətbiq edilir. Həm saçı yumşaldır, daranmasını asanlaşdırır, həm də saçı qidalandırır. İyisi də çox qəşəngdir. Bildiyimiz süd iyi ilə vanilya iyinin qarışığı olan şirin bir iyidir. Sonra həmin bu markanın bronzlaşdırıcı günəş kremindən götürdüm. Bunu daha çox marağımdan aldım deyə bilərəm. Məncə yayda istifadə olunacaq bir məhsuldur. Gözlədiyimdən daha tünd çıxdı. Sanki yayda günəş altında qaralmış kimi görünür, amma tez sabitlənir. Ona görə paltara filan rəngi keçmir. Burada əlimin üstünə tətbiq elədim. Biraz bol çıxartmışam. Əllərimin rəngi arasındakı fərqi görürsünüz. İnşallah yayda dənizə getmək qismət olsa istifadə edəcəm. Son olaraq yenə bu markasından 3 dənə bədən skrabı aldım. Skrablardan biri ayrı qablaşdırılıb, digər ikisi üst-üstə qoyulub deyə birinin qapağı sınıb, hətta içi görünürdü. Amma məhsula heç bir ziyan gəlmədiyi üçün şikayət etmədim. Bu məhsul çox yağlı məhsuldur. Duşda istifadə edərkən bədəni o qədər yaxşı nəmləndirir ki, duşdan sonra bədən losyonu ya da bədən nəmləndirici kremi və yaxud da heç bir şeyə ehtiyac qalmır. Ətri də saç spreyinin ətri ilə eynidir. Əlimdə gördüyünüz kimi içində kiçik hissəciklər var. Hələlik kanalıma dəstək olub videomu bəyənməyi unutmayın zəhmət olmasa.